deməli, oruc vaxtı dəstəmaz aldıqda və yaxud da qüsl aldıqda boğaza su getsə, bu orucu pozur, yoxsa pozmur? Söylədiyimiz kimi, qəsdən bunu etmək orucu əlbəttə ki, pozur. Qəsdi şəkildə qüsl aldıqda və yaxud dəstəmaz aldıqda, əgər burundan və yaxud da ağızdan mədəyə su gedərsə, bu orucu pozur. Və buna görə bir gün qəza tutmalı və tövbə etməlisən. Odur ki, ağız və burnu yaxalıqda əziz müsəlmanlar ehtiyatlı olmalıdır. Çünki bunu Allah Rasulü s.ə.v bizlərə tövsiyə edib. Və necə ki, hədisdə gəlib ki, Peyğəmbər s.ə.v buyurur ki, dəstəmaz aldıqda ağzını, burnunu yaxalayın. Əgər oruc deyilsinizsə, burnuna suyu daha çox çək. Əgər oruc deyilsinizsə. Və bu hədis onu göstərir ki, oruclu halda buruna su aldıqda ehtiyatlı olmaq lazımdır ki, burundan mədə su getməsin. O ki qaldı istəmədən ağızdan və yaxud da burundan insanın bədəninə, yəni mədəsinə su gedərsə, qüsl aldıqda və ya dəstəmaz aldıqda bilmədən bu baş verirsə, bu nəinki orucu pozur, yəni orucu pozmur və heç onun savabından da azaltmır. Allaha əmanət olun. Növbəti dərslərdə görüşənə qədər.